Tənginəfəslik və boğulmanın səbəbləri nələrdir? İlk ağla gələn tənəffüs yolu xəstəlikləridir. Çünki tənəffüs yolunun bir neçə xəstəliyində, xüsusən də bronxial asma, allergik bronxit, xroniki obstruktiv bronxit, bu xəstəliklərdə tənginəfəslik və boğulma müşahidə olunur. Bu xəstəlikləri rentgen müayinəsi göstərmir. Ancaq spirometriya deyilən müayinə üsulu ilə və həkimin fendoskopla askultasiyasında bu xəstəliklərdən məlumat almaq olar. İkinci yerdə ürək xəstələri durur. Ürək xəstəliklərində, xüsusən də ürək çaşmazlığında ilk əlamət tənginəfəslikdir. Xüsusən də şəkərli xəstələr, uzun müddət arterial təzyiq olan xəstələr, yaşlı insanlar, əgər tənginəfəslik varsa, mütləq həkimə müraciət etməli və exokardioqramma müayinəsindən keçməlidirlər. Tənginəfəsliyin digər bir səbəbi də qan azlığıdır. İnsan orqanizmində dəmir defisiti olduqda, ümumiyyətlə qan azlığı olduqda oksigen daşınması zəif olur və insanda boğulma və tənginəfəslik yaradır. Başqa bir səbəb də ola bilər. Xüsusən də psixoloji və neuroloji səbəblərə çox rast gəldik. Bəzi insanlarda bu xəstəliklərin heç birisi yoxdur, xüsusən də cavanlarda. Amma yuxu rejiminin yaxşı olmamağı, əsəb, stres onlarda boğulma hissinin yaranmasına səbəb olur. Qanda oksigenin miqdarı normaldır, amma xəstə sanki boğulur. Bunun ən çox səbəbi neuroloji və psixoloji səbəblərdən olur.